Ürəkdəki o uşağı yenidən oyandırsan, əsl dönüş nöqtəsi elə o an olacaq. Ay nə deyərlər mənə qorxusunun qırıldığı yerdir. Ay gülərlər mənə qorxusunun qırıldığı andır. Bu cür adamlar kosmosdur. Nadir rast gəlinən, amma ən canlı, ən gerçək insanlardır. Onlar qorxmurlar göndəmsiz, ağılsız, axmaq, gülməli olmaqdan. Çünki bilirlər ki, o an həyat başlayır. Burada söhbət tək əylənməkdən getmir ki, burada söhbət həyatı hiss eləməkdən gedir. Burada söhbət tək əylənməkdən getmir, gülməkdən getmir. Söhbət həyatı hiss eləməkdən təkcə gedir. Bu gülməli istəklər təkcə rəqs eləmək deyil. TikTok çəkmək deyil. Mən TikTokda rəqs eləyirəm mövzusu deyil. Bəzən axmaqlıq dediyimiz şeyin altında tam başqa bir istəklər yatır. Bizim özümüzü ifadə eləməkdir. Məsələn, fikirləri açıq demək, sosial şəbəkədə öz fikrini bölüşmək, parlaq geyinmək, flirt eləmək, küçədə mahnı oxumaq, başına uyğun olmayan hərəkət eləmək, kiməsə uşaq kimi suallar yağdırmaq, 25 yaş cavan sevgili tapmaq, açıq-açıq meditasiya eləmək. Kimsə deyəcək ki, bu axmaqlıqdır, sənə yaraşmaz. Kimsə isə deyəcək ki, sən supersən, belə ilə yaşamaq lazımdır. Kimsə tutalım, sən 40 yaşında peşəni dəyişmirsən, kimsə sənə deyə bilər ki, sən peşəni dəyişməməlisən, sən orada gedib özünə qəbir hazırlamalısan. O birisi isə sənə deyəcək ki, sən ulduzsan. Bu yaşda emini belə eləmək lazımdır, belə eləmək düzgündür. İstəyirsən, deməli səndə var. İçindən gəlirsəm, demək bu sənin enerjindir. İçində bir istək var və bu istək həyatın sənin qapını döyməsidir. O istək sənin həyatında, sənin spontan enerjindir.